Video başlamamışdan öncə, əgər Homo sapiens adlanan kateqoriyada yer alırsınızsa, bu video sizə tamamilə uyğundur. Matrix filmini əlbəttə ki, bir çoxunuz bilirsiniz. Neo öz şirin şəkər dünyasında yaşayan gənc oğlan idi. Ta ki, Morpheus'la qarşılaşana qədər. Morpheus Neo'ya sağ əlində mavi həbb, sol əlində qırmızı həbbi təqdim edir. Sağ əlindəki mavi həbbi seçsə, öz şirin şəkər dünyasında həyatına yenidən davam edəcəkdir. Lakin sol əlindəki qırmızı həbbi seçsə, reallığı dərk edəcəkdir. Burada bizə önəmli olan hissə Blue Pill-dir, yəni mavi həbb. Blue Pill insanlar cəmiyyətin tör-töküntüsünü yığışdıran insanlardır. Necə? Bundan illər əvvəl Asiya ölkələrindəki Dokiri adlanan televerilişlər var idi. Bu televerilişdə üst hissədə qutucuqdakı insan öz emosiyalarını təqdim edirdi. Bəs ay Homo sapiens, burada nə var axı? Məqam odur ki, Blue Pill olan insan qutucuqdakı insanın emosiyalarını mənimsəyir, yəni papuqaylıq edir. Məsələn, elə yer ola bilər ki, o hissə gülməli deyil də bir insan üçün kədərli ola bilər. Lakin bizim ağlımız, yəni Blue Pill, tutuquşuluq edir. Həmin teleserialların yerini artıq telefonlarımızdakı 9-un 16 formatında qısa tipli videolar alıb. Gülünc məqam isə odur ki, bu insanlar öz fikirlərini yansıtmır, sadəcə heyvan kimi anqırıb gülürlər və videonun nə olduğunu sanki mala başa salan kimi bizə sırıyırlar. Aha, onu ondan kapladı. Sarımsak. Oba, qəşəng. Effektiv zada var bir dənə. Bu da soğan deyəyin ki. Soğan üstə soğan vuracaq. Hə, bu da bir sosial çarx. Bunu da deyim əziz bu kanalın izləyicisi, videonun aşağı hissəsində yerləşən şərh hissəsində özünə yaraşan fikirləri qeyd etməyini məsləhət görmürəm. Lakin bunu etməkdə hər kəs azaddır. Yəqin nə demək istədiyimi anladın. Bu videoları mənimsəyənlər isə əsasən gənclər və yeniyetmələrdir. Bu insanlara təsvir etmək lazım gəldikdə isə özünə nəyəm və nə olacağım sualını tam verə bilməyən, populyar şeylərə sorulamadan yönlənən, TikTok ekran müddəti 6 saatın üzərində olan, 10-20'li yaşlar arasında olan cəmiyyətdir. Saydığım kriteriyaların bir neçəsinin məndə belə olması problem görüləcəyini bildiyimdən deyirəm ki, problem bu deyil. Problem sənin uydulmuş beynindir.